Allah hər kəsə ata evindən görməyi nəsib eləsin. Elə pisdir ki, sonradan görmək. Əlindən nə keçdi çəkib paylaşırsan. Evi, bağı, maşını, yediyin qabı, əşyaları. O qədər gülünc, ayıb paylaşımlardır belə paylaşımlar. Və bu paylaşımlar sizin sonradan görməyinizin göstəricisidir. O paylaşımların sizə nə qədər zərər vurduğunun hələ fərqinə varmırsınız. Göz nəzərin, nəfsin insana vurduğu ziyan insanı quru yurtda qoyur. Səbəbsiz gələn xəstəliklər, ölümlər, səbəbsiz dəyən ziyanlar, qırılan əşyalar, maddi vəziyyətinin getdikcə yaxşı olmaması, bax bütün bunların səbəbi o göstəriş, o paylaşımlardır. Göz nəfsin sizə vurduğu ziyanlardır. Siz baxın zəngin insanlara, görmüş insanlara, onların hansı belə paylaşımlar edir. Və siz o paylaşımlarla bir daha sübut edirsiniz ki, siz bütün bunları sonradan görmüsünüz.